Eren Eskiyarova Premium Tədris Mərkəzində keçirilən birinci blok imtahanı üzrə kimya suallarının izahını verəcəm. Birinci sualımızda verilib ki, qazların sıxlıqlarının azalması sırası ilə müəyyən edin. Biz sıxlıqları azalması sırası ilə müəyyən etmək üçün ilk növbədə verilən qazların nisbi molekul kütlələrini və yaxud da molyar kütlələrini bilməliyik. Birinci maddəmiz NO2 azot monoksiddir və onun kütləsi 16, o da 14. Birinci maddənin kütləsi 30-a bərabərdir. İkinci qazımızı verib bizə, deməli CO, dəm qazı. Kütləmiz olacaq 12, o da 16, 28. Üçüncü qazın kütləsi H xlordur, olacaq 36,5. Növbəti qazımız isə dördüncü qaz H2S hidrogen sulfid 34. Kütlənin azalması sırası ilə müəyyən etdirsə, biz 3, 4, 1, 2 cavabımız olacaq D variantı. Növbəti sualımızda verib ki, kükürdün kütlə payı 40% olarsa SX3 birləşməsində, biz bilirik ki, bütöv birləşməmiz 100%dir və bunun 40%-i kükürd olarsa, kükürdün də nisbi atom kütləsi 32 verir və bir atom kükürd olduğundan maddənin içərisində də, birləşmənin içərisində kükürdün kütləsi 32 qramdır və bu 40%-ə bərabərdir. Bütövlükdə maddə 100% olduğundan yerdə qalanımız 60%dir və bu 60% nə qədərdir? Onu müəyyən edirik. X-i tapırıq, deməli 48 qram. Deməli, birləşmənin içərisində 32 qram kükürd və 48 qram X maddəsi var. İxtisar eləyəndə ən sadə ədədlərə gətirəndə 2-nin 3-ə nisbətində qalır. Cavabımız olur A variantı. Növbəti sualımızda verib bizə 0,1 mol H xlor üçün hansı ifadələr doğrudur? Deməli, baxırıq sualımıza. 1 molda 6,2 vurulsun 10^23 sayda molekulumuz var. 1 molda 6,2 vurulsun 10^23 vurulsun 10^23'dür. Bizim isə 0,1 mol maddəmiz var. O da eləyəcək 6,2 vurulsun 10^22. Deməli, bu doğrudur. 36,5 qram onun 1 molunun kütləsidir. 0,1 molumuz 3,65 qram eləməlidir. Və 1 molda 2 vurulsun eynal sayda atom varsa, 2 molda da 0,1 molda da olacaq 0,2 eynal. 0,2 eynalımız da 1,204 vurulsun 10^23'ə bərabərdir. Deməli, 1 və 3 doğrudur. Cavabımız olur C variantı. Növbətidə butan molekulunda növbəti sualımız 64-cü. Mən bir sual qabağa qaçdım. Neytral atom bir elektron verdikdə radius azalır. Neytral atom yüksüzdür, sıfırdır yükü. Bir elektron verdikdə olur x müsbət 1, yəni sıfırdan gəlib müsbət 1-ə, radius azalır. Elektron verəndə radius azalır, doğrudur. Nüvənin yükü əvvəl 0 idi, oldu müsbət 1, artıb, müsbət 1-imiz sıfırdan böyükdür. Mənfi yüklü iona çevrilir, mənfi yüklü iona deyil, müsbət yüklü iona çevrilir. Üçüncü doğru deyildi. Deməli, 1-2 doğrudur, D variantı. Növbəti sualımız, butan molekulunda karbon atomları arasında yaranan rabitənin növü. Butanın kimya formulunu yazsaq CH2, CH2, CH3. Verilib, deməli, butan molekulunu yazdıq. Biz bilirik ki, burada hibridləşən element atomları karbonlardır. Karbonların örtülməsində karbonlarımız hansı hibridləşmədir? Yalnız təkqat rabitə olduğundan, yalnız sigma rabitə olduğundan sp3 hibridləşmə müəyyən edirik. Yəni sp3, sp3 hibridləşmə ilə karbon atomlarının arasında olan rabitənin sayına bərabərdir. Olur D variantı sp3, sp3. Ortofosfat turşusunda fosforun oksidaşma dərəcəsini müəyyən edin. Ortofosfat turşusunun ilk öncə kimya formulunu yazırıq. H3PO4. Oksigen mənfi 2, hidrogen müsbət 1, fosforu bilmirəm, x-nə işarə edirəm. Oksidaşma dərəcələrinin cəbri cəmi 0-a bərabərdir. Yəni, müsbət 3 üstə gəl x üstə gəlsi mənfi 8 bərabərdir 0-a. X də bərabərdir müsbət 5-ə. Deməli, fosforun oksidaşma dərəcəsi müsbət 5 imiş. Növbəti sualımızda oksidaşma reduksiya reaksiyalarına görə əmsallaşdırmadır. Biz dəyişənləri yazırıq. Birincidə H xlorda xlor mənfi 1-dən gəlib, xlor 0-a,
xlor 2 atom olduğunu nəzərə alırıq. Daha sonra kalium xlor O3-də də deməli xlorun oksidaşma dərəcəsi -5-dir. Xlor -5-dən gəlib, xlor -1-ə. Burada 6 elektron alıb, burada isə 2 elektron verib. Deyəcəksiniz niyə 2? Çünki xlorun indeks sayını onun verdiyi elektron sayına vururuq. 2, 6 və ixtisar gedir 1, 3 qalır. 3-ü hara yazırıq? 3-ü xlor 0-ın qarşısına yazıram. Yazdım bura 3. 3 yazsaq 3, 2, 6. Bir dənə də burada 7. 7. Xlor kaliumdan dəyə bilmərəm. Bura 6 yazırıq. 6 H xlor, burada 3 yazırıq. Deməli, əmsalların cəmi eləyəcək 7-yə bərabər olacaq. Növbəti sualımızda hansı, yox, 68-də natrium, alüminium karbonat duzunun tipini müəyyən edin. 2 metal atomu varsa, deyirdik hansı duzlara aiddir? 2 qat duzlara aiddir. 2 dənə metal atomu 2 qat duzlara aiddir. Hansı reaksiyadan suda həll olmayan əsas alınır? Deyirik ki, suda həll olan əsaslarımız birinci qrupdan natrium, kalium, lityum, ikinci qrupdan kalsiyumdur, baryumdur, stronziyumdur. Bunların əsasları suda həll olmur. Baxırıq, birincidə mübadilə reaksiyasıdır. Baryum xlorid, dəmir 2 hidroksid. Dəmir 2 hidroksid göy rəngli çöküntüdür. Buradan alınan çöküntünü yazıram. Ferium OH 2 mübadilədən alınır. Buradan kuprium OH 2 göy rəngli çöküntüdür. 2 hidroksid. Amma 3-cü reaksiyada çöküntü alınmır. Deməli, gedən reaksiyamız olur 1 ilə 2. Hansı halda həm kalium OH, həm də H brom ilə reaksiya daxil olur? Həm də sözünü görürüksə, mən demişəm ki, bu amfoter maddələrə aiddir. Yəni, amfoter hidroksidlərlə alüminium hidroksid. 71-ci sualda molyar qatılıqlarını verir, molyar kütlələrini verib və reaksiya gedəndən sonra alınan duzun kütləsini istəyir. Biz bilirik ki, reaksiya girən maddənin kütlələri cəmi, reaksiyadan alınan maddənin kütlələri cəminə bərabərdir. İlk öncə kimyəvi reaksiya tənliyini yazırıq. Verilib bizə HX, üzərinə gəlinsin YOH2 və OH-ın sayından bilirik ki, Y metalı 2 valentlidir. Olacaq YX2, üzərinə gəlinsin 2H2O. Bunlar onu müəyyən edirik. Deməli, 4-cü dövrə kimi biz elektron formulu yazsaq, deməli yazırıq 1S2 2S2 2P6 3S2 3P6 3D bilmirik X4 S, Y, bunu da bilmirik. Deyir, bizə məlum olan P elektronlarının sayıdır. 3P'də 6, 2P'də 6. P elektronlarının sayı bərabərdir 12-yə. O da bərabərdir A plus 2-yə. A da bərabərdir 10-da. A da bərabərdir 10-a. D'də də 10 elektron varsa, onda X bərabərdir 10-a. D 10-dur. S-də isə 7 elektronumuz var. A 10 olsa 7 ondan 3'e çıxdıq. 7 dənə də S-də var. İndi baxırıq ki, deməli, elektron formumuz olur 3D10 4S1. 3D10 4S1. 3D10 4S1. Bizdə cüt elektron olan orbitalı istəyir. S-də 1 orbital, 2S-də 1 orbital, 2P-də 3 orbital, 3S-də 1 orbital, 3P-də 3 orbital, 3D-də 5 orbital, 4S-imiz təkdir. Bizim cəmi 14 orbitalımızda cüt elektron var, olur B variantı. Adi şəraitdə molekul kristal qəfəsi əmələ gətirən birləşmələr xörək duzu var, ion kristal qəfəsidir, qrafit atom kristal qəfəsidir, almaz atom kristal qəfəsidir, qara fosfor və qum
atom kristal qəfəsdə qalır. Deməli, D variantı. Şəkər tozu, ağ fosfor, kükürt və yod adi şəraitdə molekul kristal qəfəsini əmələ gətirir. 2 mol metan və 1 mol azot qazından ibarət qarışığın hidrogenə görə nisbi sıxlığı. Birinci biz M ortanı hesablayırıq. M orta bərabərdir. Deməli, nü1 M1 plus nü2 M2 bölünsün nü1 plus nü2. Yəni, molları vururuq kütlələrinə. 2 vurulsun 16, üzərinə gəlinsin. 1 vurulsun 28. Bölünsün molların cəmi, yəni 2 plus 1, 3-ə bərabərdir. Eləyəcək 60 bölünsün 3, elədi 20. Qaz qarışığının orta molyar kütləsi 20-dir. Həmin qarışığın hidrogenə görə nisbi sıxlığını istəyir və biz də tapdığımız 20-ni böləcək hidrogenin molekul kütləsinə. Və cavabı alacaq 10 olacaq A variantı. Növbəti də deyir, fluor, oksigen, azot sırası üçün hansı ifadələr doğrudur? Sıxlıqları artır. Fluor qazının kütləsi deməli 38, oksigen 32, azot 28. Getdikcə kütlə azaldığına görə sıxlığı da azalır. Molekulda sigma rabitə. Fluorda 1 sigmadır, oksigenda 1 sigma 1 pidir, azotda 1 sigma 2 pidir. Deməli, sigma rabitə hər üçündə eynidir. Elektromənfiliyə azalır. Ən güclü elektromənfiliyə malik olan element fluordur deyə. Bəli, yalnız 3 doğrudur olur B variantı. Növbəti sualımızda 11,2 litr C3H8 yanan zaman 720 kJ istilik ayrılmışdı. Yanma reaksiyasının istilik effektini hesablayın. C3H8, yəni propanın oksigəndə yanma tənliyini yazırıq. Alınır CO2 plus H2O. Əmsallaşdırırıq. Karbonun əmsalı 3, karbon qazının əmsalı 3, suyun əmsalı 4, 3, 2, 6, 4-dən də burada oksigenin əmsalı 5 mol. 22,4 litr 1 mol deməkdir. 11,2 0,5 moldur. 0,5 mol 720-dirsə 1 mol olacaq 1442 dəfə çox olur Y variantı. Növbəti sualımızda verib ki, bu metallar qarışığının qızdırılmış natrium hidroksid məhlulundan keçiririk. Natrium hidroksid nədir? Qələvi. Qələvi ilə reaksiya hansı metallar daxil ola bilirdi? Amfoter. Burada da bizim amfoter metallarımız alüminium və berilyumdur. Cavabımız olur B variantı. Növbəti sualda hansı metalın 1 mol sulfit turşeli reaksiya daxil olur? 22,4 litr hidrogen qazı əmələ gətirir. Biz adətən belə deyirik, metalın valentliyinin yarısı qədər hidrogen qazı ayrılır. Kalium 1 valentlidir. 1 mol kalium reaksiya daxil olsa 0,5 mol hidrogen qazı. Ümumiyyətlə, gümüş sulfit turşusu ilə reaksiya girmir, çünki pasiv metaldır. Qalır cavabımız yalnız 2 barium. Duz əminə gətirməyən oksidləri. Burada magnezium oksid, kalsium oksid var, CV2 oksid var, dəmir 2 oksid, alüminium bunlar amfoterdir. Buradan kalsium oksid var, burada mis 2 oksid var. Cavabımız qalır B variantı. 8 qram 2 valentli metal 83-cü sualda 3,2 qram oksigen ilə reaksiya daxil olarsa. 2 valentli metalı bilmirəm, X ilə işarə eləyirəm, yazıb tənliyi əmsallaşdırıram, 2X10. Və baxırıq ki, 8 qramımız 3,2 qramdan reaksiyaya girirsə, 2X-ımız isə reaksiyaya girib 32 qramdan. Oradan da X bərabərdir tənasübə əsasən 40 alacaq, kalsiyumdur. 84-cü sualda deyir ki, qruplar üzrə artan xassələri müəyyən edin. Qruplar üzrə, yəni yuxarıdan aşağı radius artır, reduks ediciliyi artır, metallı xassəsi artır. 2, 3, 6-cı cavablarımız doğrudur. Növbəti sualımızda 85-də alüminium hidroksidin H bromla reaksiyasını verib və biz demişdik ki, OH-ın sayı hidrogendən böyük olanda əsasi duz alınır. OH-ın sayı hidrogenə bərabər olanda normal duz alınır. Hidrogenin sayı OH-dan böyükdürsə, turş duz alınır. İndi baxırıq bura. Alüminium OH-da 3 mol OH iyonu var. 3 OH və 2 hidrogen. Deməli, OH-ın sayı böyükdür, əsasi duz alınacaq. Alınan əsasi duzun formulu olacaq alüminium OH
biri qalacaq. Brom 2, alüminium hidroks. Sualımızda bizə deyir ki, hər birindən 1 mol götürmüş amonium ortofosfat. Amonium ortofosfat NH4 3 NH4 3 PO4 5 3'üm 15, burada 20 atom. Dəmir 3 nitrat. Burada da 13 atom. Cəmi neçədir? Hər ikisində bir yerdə 33 atom. Növbəti sualımızda 5,8 qram XOH2 ilə artıq miqdarda xlorid turşusunun reaksiyasını yazırıq. Reaksiyamızı XOH2 2 turşulu əsasdır. Üzərinə gəlib xlorid turşusu və deyir ki, nəticədə X xlor 2 və su alınıb. Normal duz alınıbsa, demək OH-ın sayı hidrogenə bərabər imiş. Buraya 2 yazdıq, suya da 2 yazdıq. Və X-in nisbi atom kütləsini yazırıq. 5,8 qram reaksiyaya girəndə 3,6 qram su alınırdısa, 3,6 qram su alınıbsa, X plus 34 qramdan alınıb 36 qram su tənliyə əsasən. Deməli, X plus 34-ümüz bərabərdir 58-ə, X də bərabərdir 58-dən 34-ü çıxanda 24. Deməli, X-in kütləsi 24-ə bərabərdir.